Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi 78 ünvanında mövcud tikilinin üzərində aparılan əlavə tikinti və konstruksiya işləri ilə bağlı sakinlərin narahatlığı və redaksiyamızın aidiyyətli dövlət qurumlarına ünvanladığı sorğular nəticəsiz qalmayıb. Artıq həm Səbail rayon icra hakimiyyəti, həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məsələyə münasibət bildirib. Fövqəladə Hallar Nazirliyi isə araşdırmaya başlayıb. Mehdi Babayev, Aydın Məmmədov 78 mənzildə yaşayan. Əsas bu arxamızda tikilən binanın bizim ümumi binaya verdiyi təhlükə ilə bağlıdır. Təbii ki, burada Aydın Məmmədov küçəsi mənzil 78 ümumi bir binadır. Binada bir neçə mənzil var. Daha doğrusu bir 10-12 mənzil var. Mənzillərdən birində də mən yaşayıram. Lakin bu arxamızdakı bina dolayısıyla o mənzillərə divar barları bitişik olduğuna görə bu binaya, həm də bu binanın 1910-cu ildə, hətta bir əsrdən çox bu binanın yaşı var və heç bir fundamenti əsaslı deyil. Həm də binanın bu barıları da belə deyək, köhnə skalalarla torpaqla qarışıq bir bildiyim qədər köhnə bir təsərrüfat məqsədi tikilən bina olub. İndi sonra binanın üzərində hər hansı bir əlavə bir yük yaranırsa, biz belə hesab edirik ki, bu bina təhlükəlidir. Yəni bunun üzərinə 1-2 mərtəbə və yaxud da ki, o belə deyək də torpağa bağlı olmayan bir svaylarla deyim, bir beton özüllərlə bağlı olmayan bir tikinti istənilən halda binaya təhlükəlidir. Ehtiyat edirik ki, bu bina istənilən halda uça bilər. Hal-hazırda altından da görsəndiyi kimi qəzalı vəziyyətdədir. Bununla bağlı hər hansı qurum gəlib bir araşdırma aparıbmı ki, bu qanunu tikilir, qanunsuz tikilir, bunun fundament hardadır, bunun belə deyək, bu qəzalı sabah yarana biləcək qəzaların qarşısını nə ilə alacaqlar? Açığı deyim, bu belə deyək də, bina tikiləndən sonra biz artıq bunun belə yanından, böyründən keçməyə artıq ehtiyat edirik. İstənilən halda burada bədbəxt hadisə ola bilər. Çünki ümumi götürəndə biraz sürüşmə zonası kimi də hesab edilir burada. Səbail rayon icra hakimiyyətinə müraciət elədik rəsmi şəkildə. Bəli, orada bizi qarşıladı bir nəfər və bura bu gün də nümayəndələr də gəldi. Nümayəndələrə biz, şəxsən mən özüm də nümayəndələri qonşular şikayətini elədi. Dedi ki, biz dediyiniz istiqamətdə şikayətinizə baxacaq. Amma baxacaq nə? Artıq bina tikilir. Yəni 2 mərtəbədə qoyulur. Siz şikayət edirsiniz, amma tikinti də davam edir. Yəni tikintini dayandıran yoxdur. Şikayət edən müddətdə düşdü 6 bazar, yəni qeyri-iş günlərinə düşdü. Açıq həmin günlərdə burada tikinti getdi. Sonra mənə iş günü bu gün idi. Bu gün mənlə əlaqə saxladılar. Ya gəldilər, sağ olsun. Vətəndaş olaraq fövqəladə hallara müraciət etmisinizmi? Yox, şəxsən hələ eləməmişik, amma fikrimiz var. Yəqin ki, o icra hakimi nümayəndəsi bizə dedi ki, biz özümüz də müvafiq orqanlara müraciət edəcəyik. Fövqəladə zəng eləmisiniz. Dedi, что 4 gün biz ərizə vermişik icra hakimiyyətinə, bizə hələ cavab vermir. Bez его разрешения мы ничего не можем сделать. Bunu sizə Fövqəladə Hallar Nazirliyi deyir. İndi bu icradan dedilər ki, biz aidiyyəti orqanlara deyəcəyik ki, gəlib baxsınlar ki, bu binada belə bir işin görülməsi nə dərəcədə düzdür. Ümumiyyətlə burada binanı tikib belə bir, belə deyək də, mənzil qaldırmaq. Ümumiyyətlə bu binanın yerində nə var idi əvvəl? Əvvəl mən eşitdiyimə görə bu belə deyək, 20-ci əsrin əvvəllərində burada bir heyvandarlıq ya bilməm, at saxlamaq üçün tövlə olub. Tövlə olub. Tövlə olub. Sadəcə olaraq sonra təbii ki, o bina köhnə olduğuna görə buradakı mənzildə yaşayanlar biraz ona dayaq veriblər. Amma heç kim çox yuxarı qaldırmayıb. Təxminən elə biz bir mərtəbədə qalmışıq. Amma bu 3 mərtəbədir. Və məsələn, bu qonşu da tikəndə yerindən svaylarla tikdi ki, təsiri olmasın. Fundamentdən tikirdə, yəni o təməlli tikinti tapardı. Tikirsiniz, qardaş, qanunu tik. Heç olmasa dibindən svaylar vur ki, bina möhkəm olsun. Baxın da bina, mən buna kim qarant verə bilər? Burada yaşayan qonşu olaraq bu tikinti gedəndə bura ümumiyyətlə dibinə beton verildiyini görməmisiniz də ki, bura beton verildi. Bir balaca ev dayanmışdı. Bir balaca ev dayanmışdı. Balaca evin üzərindən tikirlər bunu. Один одноэтажный, да, был? Один одноэтажный дом был. Больше ничего, да, это здесь было. Yaxına gəlin də. Подходите, да, там был один одноэтажный дом. Belə çıxır, mən 20 il burada yaşayıram. Məndən də qabaq burada yaşayıram. Aha. Mən 20 il burada belə şey görməmişəm. Bu hündürlükdə burada mənzil olmuyor. Yox, Bir mərtəbəli. Yoxdur.
Lakin verilən cavablar problemin həllindən daha çox yeni və ciddi suallar ortaya çıxarır. Əgər aparılan işlərin şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun sənədləşdirilməsi zəruridirsə, bu tikinti indiyədək necə davam edib? Niyə yalnız sakinlərin etirazından və medianın müdaxiləsindən sonra dövlət qurumları hərəkətə keçib? Səbail rayon İcra Hakimiyyətinin redaksiyamıza təqdim etdiyi rəsmi cavabda bildirilir ki, Aydın Məmmədov küçəsi 78 ünvanına yerində baxış keçirilib. Aparılan işlər saxlanılıb və iş icraçılarına şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun sənədləşmənin aparılmasının zəruriliyi barədə xəbərdarlıq edilib. İcra Hakimiyyəti əlavə olaraq bildirir ki, sözügedən daşınmaz əmlak mülkiyyətçiyə məxsus, çıxarışı və texniki pasportu olan 2 mərtəbəli fərdi yaşayış evidir. Sakinlərin müraciətləri və tikinti işlərinin şəhərsalma normalarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə aidiyyəti dövlət nəzarəti qurumlarına da rəsmi müraciət edildiyi, ünvanın nəzarətdə saxlanıldığı qeyd olunur. Burada mühüm bir məqamı xüsusi vurğulamaq lazımdır. Daşınmaz əmlakın çıxarışının və texniki pasportunun olması həmin binanın üzərində istənilən formada əlavə mərtəbə və ya konstruksiya tikmək hüququnun avtomatik mövcud olması demək deyil. Bakı şəhərinin inzibati ərazisində müvafiq tikintilərə icazə məsələləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq strukturları tərəfindən qanunvericiliyə uyğun qaydada həyata keçirilir. Redaksiyamızın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə etdiyi müraciətə cavab olaraq isə Aydın Məmmədov küçəsi 78 ünvanında aparılan tikinti işlərinin dayandırılacağı bildirilib. Bu mövqe vəziyyətin ciddiliyini daha da artırır. Əgər tikintinin davam etdirilməsi üçün bütün hüquqi əsaslar mövcud olsaydıq, onun dayandırılması məsələsi niyə gündəmə gəlirdi? Əgər sənədləşmə tamamlanmayıbsa, tikintinin bu mərhələyə qədər çatmasına kim və necə imkan verib? Fövqəladə Hallar Nazirliyinə ünvanladığımız media müraciəti isə aidiyyəti üzrə Nazirliyin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinə yönləndirilib. Nazirlikdən bildirilib ki, məsələ araşdırıldıqdan sonra redaksiyaya rəsmi cavab təqdim ediləcək. Mövcud qanunvericiliyi tikinti sahəsində pozuntular aşkarlandıqda dövlət nəzarəti mexanizmləri tikinti işlərinin dayandırılmasını və müəyyən hallarda söküntü məsələsinin məhkəmə qarşısında qaldırılmasını nəzərdə tutur. Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin qaydalarında da qanunvericiliyin pozulması ilə aparılan tikinti işlərinin dayandırılması və zəruri hallarda məhkəmə qarşısında iddia qaldırılması mexanizmləri müəyyən edilib. Deməli, məsələ artıq sadəcə sakinlə tikinti sahibi arasındakı mübahisə deyil. Dövlət qurumlarının öz cavabları göstərir ki, ünvanda aparılan işlərin qanunvericiliyə uyğunluğu ayrıca araşdırılma məsələsidir. Ən ciddi sual isə budur. Aydın Məmmədov küçəsi 78-də əlavə konstruksiyalar quraşdırılarkən nəzarət haradaydı? Əgər bu işlərin sənədləşdirilməsi yalnız indi tələb olunursa, deməli tikinti həmin mərhələyə çatana qədər nəzarət mexanizmləri necə işlədiyi də araşdırılmalıdır. Sakin küçədə aparılan tikintini görür, redaksiya məsələni görüntülüyür, sorğular göndərir və yalnız bundan sonra ard-arda dövlət qurumları hərəkətə keçir. Şəhərsalma nəzarəti şikayətdən sonra başlayan proses isə çevrilməməlidir. Üstəlik, təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət daşıyır. Mövcud 2 mərtəbəli yaşayış evinin üzərinə əlavə konstruksiyanın yerləşdirilməsi, binanın daşıyıcı sisteminə təsiri, konstruktiv dayanıqlığı və qonşu yaşayış sahələri üçün təhlükə yaradıb-yaratmaması yalnız vizual baxışla deyil, müvafiq mütəxəssis və nəzarət qurumlarının rəyi ilə müəyyən edilməlidir. İndi ictimaiyyət konkret nəticə gözləyir. Tikintinin hüquqi əsası varmı? Layihəsi təsdiqlənibmi? Əlavə konstruksiya mövcud sənədlərə uyğundurmu? Və ən əsası, təhlükəsizlik tələbləri pozulubmu? Səbail rayon İcra Hakimiyyəti ünvanı nəzarətdə saxladığını bildirir, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintinin dayandırılması mövqeyini açıqlayıb. Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyindən isə araşdırmanın nəticəsi gözlənilir. Redaksiyamız məsələni nəzarətdə saxlayacaq. Çünki burada əsas məsələ yalnız Aydın Məmmədov küçəsi 78 ünvanında bir tikinti deyil. Əsas məsələ budur. Qanunsuz və ya sənədlərdən kənar tikintilər əvvəlcə yüksəlməli, sakinlər etiraz etməli, media məsələ qaldırmalı və yalnız bundan sonra dövlət nəzarəti işə düşməlidirmi? Здесь где-то лет 22 уже проживаю. Я эту квартиру покупал, была какая-то пора, чтобы душа радовалась, открывал окно, видел море, бульвар. После этого крыши я что могу видеть там? Sizin eviniz bunun arxasındadır. Алина Азми 89. Алина 89. Binam Tretий mənzilində этаж. С yaşayır. третьего этажа я уже не могу ни bульвар видеть, ничего не Hətta видеть. binanın 3-cü mərtəbəsində siz dənizi artıq görə bilmirsiniz. Deniz Бульвар не görür, видно. bульвар görsün. Раньше мы бульвар видели. Вот это вот девятиэтажка, где бульвар, это мы все видели. Он своей крышей нам все перекрыл. Завтра я купила эту квартиру ради вида. Теперь он построил, теперь я завтра даже захочу продать свою квартиру, я уже ее застрою. Конечно, панораму перекрывает тоже. Otomatiklə düşür də qiyməti evi. Düz deyil, cəmaət gəlir, хочет что-то приятное, чтобы посмотреть. Не крышу чью-то, стенку чью-то. Он будет сидеть, открывать окно, будет смотреть на море, на бульвар. Я должен открывать окно, смотреть на его крышу. Belə də alınmır axı belə. Yaşayış bir dəfə olur. Necə xanım, bu tikinti beton tökəndə sizin maşın üzərinə düşdü daş. Ne iş gedir de burada he.
birinci mərtəbəni tikəndə daş düşdü nəqliyyatınızın üzərinə. Ben görmemişim. Bu Arka partfles kırıldı tamam. Maşınınıza zərər dəydi, değil mi? Maşınımıza zarar değdi. Yəni bu ola bilərdi ki, maşınınızın yerində bir övladınız orada durmuş olardı. Onda nə olardı? Dedi cevap verebilirdin ona. Belki ben o uşağım oynuyordu burada. burada kabak maşını. Bəs etirazınızı bildirəndə nə dedilər sizə? İtirazımızı da bildirdik de ki olmaz demek. Amma Bizim saymırlar da elimizden yəni. ne gelir ki? He. Etiraz Bize gelip edirsiniz. soruşan oldu ki onlar o tikmek olmaz. Bize soruşan olmadı ki. Kimlərə müraciət eləmisiniz bu günə qədər? Biz öyle hiç kimi. Ben gelmişim bir de komşudan aşıp bir cemaat yukarıdan gelip haykül sağlık ki bu tikir